Sıfırdan biznes qrup mağaza açıram 11-ci gün. Artıq təbii ki, bizim kameralarımız da qoşulur. Ona görə də kamera çəkən də gəlir və mağazanın çöldən də, içərdən də kameraların quraşdırır. Artıq rahat şəkildə özüm mağazada olmasam da telefon vasitəsilə kameradan hər şeyi görə biləcəm. Və gələk düzdür, mağazanın bir çox işləri mənə zaten çətin olub. Mən də belə düşünürəm ki, çətin nə olursa hər şey xeyirli olur. Amma bu səfər doğrudan da getdikcə uzanır. Təbii ki, uzanmağı da mənə ziyandır. Təsəvvür eləyin ki, bu günləri güyamış ki, mebellər bitəcəkdi, amma yenə də bəzi problemlər çıxdı. Ölçülərdə düzgünlük gəlmədi, bəzi şeylər nəzərə alınmamışdı deyə yenə səhvliklər oldu və bu səhvliklərə görə bizim işimiz yenə qaldı. Sabaha, hələ sabahları həll olunacaq, olunmayacaq bilinmir. Elə bir problem çıxıb ki, bu dəmirlərdə ölçüləri artıq verilib, artıq gəlir, onlar kəsilməlidir və çox artıq qaldığına görə düşünürəm ki, artıq qalanlardan da bir şeylər eləyim. Yəni sözün qısası, uzun sözün daha doğrusu qısası, hələ də işlər bitmir. Mebeldən sonra o qədər işlər qalıb ki, inanın, işıqlandırmasına gələndə isə, işıqlandırmasında mebeldə olandan sonra gördüm ki, zəifdir, ürəyimcə deyil, xoşuma gəlmir. Ona görə də işıqlarına da əlavə işıqlar olunmalıdır. Yenə də işıq asaddır əslində. Bu polkada tamamlanmayan işlər qalıb. Nəysə ki, siz məni takip eləyin, mən də gedim bu yarımçıq işlərimi düzəldim.